Profesör Fuad Mamedov, kulturologumuz. Buyurun. Alkışlarınızla. Teşekkür ederim. Aziz dostlar, bugünkü güzel konferans mənə qəlbən çox yaxındır. Bu müəllimlərdir. Müəllimlərdir, alimlərdir, maarifçilərdir. Bunu indiyə qədər çox adam hələ cəmiyyətdə başa düşmür. Çünki mədəniyyət nə olduğunu dəqiq bilmirlər. Mədəniyyəti qarışdırırlar, ədəbiyyat, incə sənət, davranış qaydaları, mədəni irs, ədəb ərkan. Bəli, bunlar hamısı mədəniyyətdir, amma mədəniyyət tək bunlardan ibarət deyil. Və ruhi mədəniyyət əslində onun strateji flaqmanları nədir? Elmdir, təhsildir və maarifdir. Özü təhsil deyəndə nəzərdə tutulur. Həm təlim, həm tərbiyə. Siz bilirsiniz ki, Ulu Öndər nə qədər ruhi mədəniyyətə çox böyük qiymət verirdi. Mən qısa deyəcəm onun sözlərin hamısını yox. Əsas məna burada nədir ki, yüksək ruhi, yəni əqli və mənəvi mədəniyyəti olmayan xalqın gələcəyi də yoxdur. Bax, bu baxımdan mən sizin hamınızı çağırıram ki, daha fəal iştirak eləyin Azərbaycanın yeni sosial mədəni inkişaf strategiyasında. Siz bilirsiniz ki, Cənab Prezidentin rəhbərliyi, ümumi rəhbərliyi altında Heydər Əliyev Fondunun fəal iştirakı ilə, Mehriban xanımın dəstəyi ilə Mədəniyyət Nazirliyi bu saat həmin strategiyanı formalaşdırır və həyata keçirir. Və onun inanın ki, ən vacib problemi insan kapitalıdır. İnsan kapitalının nüvəsi də yüksək mədəniyyətli insandır. Yəni biliyi, bacarığı, mütəşəkkilliyi, mənəviyyatı və yaradıcı fəaliyyəti yüksək səviyyədə olan insanların istehsalı, yəni formalaşdırılması və inkişafı. Bu baxımdan ən vacib məsələ bu saat Azərbaycan üçün icbari kulturoloji təhsil və maarifdir. Və mən sizi, hörmətli həmkarlar, müəllimlər, əziz ziyalılarımız, hamınızı ona çağırıram ki, bir tərəfli yanaşmayın bu işə. Hamı ancaq danışır mənəviyyatdan. Amma biz gərək başa düşək ki, bir qanadlı quş uça bilməz. Bizim əgər biliyimiz olmasa ki, yaxşı nədir, pis nədir, ümumiyyətlə dünyavi biliyimiz, belə dini biliklərimiz olmasa, biz hardan düzgün qərar qəbul edə bilək? Əslində mədəniyyət başlayır bilikdən. Mədəniyyət bilikdir, xeyirdir, əməkdir, inkişafdır və rifahdır. Cəhalət isə şərdir, yoxsulluqdur və acizlikdir. Çünki nə qədər insanın gözəl mənəvi keyfiyyətləri olarsa, onun səviyyəsi yoxdursa, o düzgün qərar qəbul edə bilmir. Nəticə alınır mənfi. Ona görə mən hamınızı çağırıram ki, siz bu təlim prosesi ilə, tərbiyə prosesi ilə məşğul olanda həm valideynlər, həm müəllimlər, həm alimlər, həm ümumiyyətlə ziyalılar, jurnalistlər, bütün sahənin mütəxəssisləri bunları nəzərə alın. Və bilin ki, mədəniyyət əslində ikinci təbiətdir. Yəni insanın ağlı, qəlbi və əməyi nəticəsində yaranmışların hamısı. Mən indi bir-iki kəlmədə deyəcəm, bəziləri üçün bu bəlkə yenilik oldu, amma bu dünya tarixindən götürülmüş həqiqətlərdir. Mədəniyyət başlayır hələ vəhşilik dövründə insanların ki, ekstrasomatik sistemi var idi, yəni əqli var idi. O ağıl vasitəsilə onlar təbiəti görürdü, özünü görürdü, insanları görürdü və böyük ehtiyacı vardı ki, biri-birinə öz fikirlərini çatdırsınlar. Yəni mədəniyyət incəsənətdən başlamır,
Mədəniyyət məhz o zaman ki, hələ dillər yox idi, onlar qayaların üstünü çəkirdi, Qobustan kimi xəttlər, şəkillərlə bir-birinə öz ideyalarını, fikirlərini çatdırırdılar. Odur ki, cəmiyyət də, dövlət də, hüquq da, iqtisadiyyat da, təbabət də, bütün sahələr hamısı mədəniyyətdir. Qısaca, baxın təbabətə, nədir təbabət? İnsanın sağlamlığına yönəlmiş əqli və əməli fəaliyyətdir. Fikir verin. Bunun üçün elmdə olmalıdır ki, təbiəti tədqiq eləsin. Bunun üçün xüsusi elm lazımdır ki, insanın orqanizmini təhlil eləsin və bir sıra prosesləri filanı öyrənərək ancaq onda bir çox suallara mütəxəssislər, həkimlər düzgün cavab verə bilir. İqtisadiyyat da belə, hüquq da elə, bütün sahələr belədir. Amma bütün bu tam sosial sistem olan ruhi mədəniyyətin aparıcı qüvvəsi nədir? Bir tərəfdən təhsil və maarif, digər tərəfdən elm və texnologiya. Gəlin bunları yaddan çıxarmayaq. Bu iki qanadı hökmən harmonik halda, tarazlaşdırılmış formada biz inkişaf etdirməsək, o bizim quş, iki qanadlı quş seçdiyi məqsədə doğru uça bilməyəcək. O çapalayacaq, qalxıb düşəcək. Ona görə gəlin bir millət kimi, bir xalq kimi zamanın çağırışlarına, sivilizasiya dövründə bütün bu çağırışlara düzgün cavab vermək üçün gəlin qüvvələrimizi birləşdirək, ruhi, yəni əqli və mənəvi mədəniyyəti bütövlükdə, harmonik halda inkişaf etdirək. Bizim elə bu layihəmizlə, son layihəmizlə bu mövzuya aid. Maşallah. Əziz müəllimlərimizə eşq olsun. Onlar bizim mədəniyyətimizin aparıcı qüvvəsidir. Çox sağ olun. Çox sağ olun. Çok sağ olun.